Hər vaxtınız xeyir olsun. Bilirik ki, son günlərdə dövlət qulluğunda çalışanların, yəni deputatların, məmurların, nazirlərin əmək haqqlarında ciddi bir şəkildə artım müşahidə olundu. Sıravi insanların isə minimum əmək haqqı olduğu yerdə də qaldı. Və onu da biz bilirik ki, ölkəmizdə bu ərəfələr Ramazan bayramı keçirilir, Novruz bayramı keçirilir və insanlar da bu bayramı ailəsi ilə normal bir şəkildə, normal deməyək, ən azından bayramı keçirmək üçün kifayət qədər məbləğ lazım olur, maddi cəhətdən yardım ehtiyacı olur insanlara ki, ən azından bayramı keçirə bilsinlər ailəsi ilə birlikdə. Və belə bir məqamda mənim ağlıma bir sual gəldi. Niyə əksər deputatların və əksər məmurların bu xalqa, bu insanlara heç bir faydası olmadığı təqdirdə onların əmək haqqları bu bayram ərəfələrində yüksəlir, amma heç olmaya bu insanlara bayrama görə bir dəfəlik belə yardım olunmur. Məsələn, insanlara bu bayram ərəfələrində bir dəfəlik Milli Məclisin deputatlarının maaşını 7.000-dən 9.000-ə qalxınca bir dəfəlik həmin maaş artımını əhaliyə vermək olardı da. Məsələn, hər bir ailəyə bir dəfəlik 200 manat yardım bayrama görə. Sizdə yaxşı olmazdımı? Bəs niyə olunmur? Niyə heç bir xeyri olmayan əksər məmurların əmək haqqları ildən günü-gündən qalxır, şəraitləri günü-gündən yaxşılaşır, eyni zamanda sıravi insanların əmək haqqlarında heç bir artım olmur və yaşayış səviyyələri də günü-gündən aşağı enir. Sizcə burada ümid verici bir məqam varmı? Mən burada ümid verici bir məqam görmürəm. Əgər siz görürsünüzsə, bildirərsiniz fikirlərinizi. Axı niyə insanlar bu durumda yaşamalıdır? Axı insanlar niyə? Baxın, mən insanların da əmək haqqının birdən-birə 8.000, 9.000-ə qalxmasını demirəm. Hələ onu demirəm. Bir dəfəlik belə yardım olunmadı insanlara bu bayram ərəfələrində. Bir dəfəlik 100 manat olsun belə, 150 manat belə olsa, insanlara bir dəfəlik yardım olunmadı. Axı niyə insanların bu bataqlıqda olduğunu bilə-bilə bu insanlara yardım olunmur? Amma onun əksinə işıqlar günü-gündən, işıq qiyməti, qazın qiyməti, kommunal qiymətlər günü-gündən qalxır, insanların əmək haqqları artırılmır və s. Nə demək olar? Sadəcə inanıb və ümid bəsləmək olar ki, nə zamansa bu pozulmuş balans yenidən öz vəziyyətinin normal vəziyyətinə qayıdar inşallah. Təşəkkür edirəm.